videoda transform mercator proyeksiyası 3 dərəcə mərkəzi meridian 48-ə əlavə edəcəyik. Bunun üçün əvvəlcə map, yəni bu xətt 3 dərəcədədir. Bunu görmək üçün geolocation açsaq və koordinatlarına baxsaq biləcəyik. Koordinatlarına baxanda bilinir. Geolocation da açsaq görə bilərik. 39-38-ci zona. Tem 38 eləsək. Bu bəlkə şada düşməlidir. Qubadlıya bu xətt. 38 seçdiyim halda, yəni düzgün yerinə düşmədi. Bunun üçün map create. Burada koordinat sistemi edirik. Burada start with koordinat sistemi seçib irəli edirik. Proyeksiya olur. Deməli burada yazıram məsələn 3 dərəcə. TM 348 transfer mercator description və bura eyni adı seçirəm. Burada datumu video 84 seçirəm. Video 84 seçirəm. Burada Azərbaycan seçirəm. Azərbaycan metir olduğu kimi qalır. İrəli verirəm. Deməli false listing 500.000 500.000 burada isə transfer mercator olmalıdır. Transfer mercator olmalıdır. Burada scale faktoru 1, qalanları olduğu gibi central meridian və mərkəzi meridian 48 seçirik. Bu koordinat sıfır mənfiyə düşməsin deyə həmişə bu false listing 500.000 olur. Demək 48-ci dərəcədə mərkəzi meridian 48 olduğuna görə 1 dərəcə yarım 48-dən sağa, 1 dərəcə yarım 48-dən sola olmalıdır ki 3 dərəcəni tamamlasın. Amma biz 0,25 də örtmə payı hesablayıb yazdırıq. Məsəl üçün mərkəzi meridian 48 isə sola 1,75 dərəcə, sağa da 1,75 dərəcə edirik. Orada 0,25 örtmə payı qalır. Burada yazdım 46,25. Buna yazdık 49,75. Bunlar cəmi bir-birlərinə fərqi 3 yarım eləyir. 3 dərəcə yarım. Amma 3 dərəcə olmalıdır. Dediyim kimi 0,25 sağdan, 0,25 dərəcə soldan örtmə payı hesablanır. Burada next edirik. Tərtibdən yoxduruq. TM 48 yoxduruq hamısı qaydasında. Datum video 84. Proyeksiya transfer mercator central meridian 48. Hər şey düzgün görsənir. Minimum, maksimum. İlk finish edirik. Finish edəndən sonra buradan drawing settingi açırıq. Burada Azərbaycanı seçirik. Azərbaycan. Çünki Azərbaycanı ət elədik. Azərbaycan içinə göndərdik. Azərbaycan seçəndən sonra bu əvvəlcə yaratdığım 3 dərəcə. Burada təzə yaratdığım TM 348. Adım belə qoymuşdur. Apply edirik. Bu indi bəlkə şada düşməlidir. Bunu yoxlayaq. Bəli, Qubadlı Bəlkə çayının üstünə düşür.